Salam, xoş gördük. Yenidən sizin həmişə olduğu kimi mənəm həkim, psixoterapevt, yalan və bədən dili üzrə ekspert Elnay Rəhimov Tambovski. Narsist kişilər istisnai halda bu qadınlar da ola bilər, lakin çox yayıldığına görə narsist kişilərdən danışacaq. Bir xanımla münasibətdə olarkən, istər evli, istər sevgili, ona qarşı tez-tez rişxənd emosiyası bəsləyir. Rişxənd emosiyası üstəlik də bu xroniki hala gətirib çıxardır məsələlərə, bu davamlı olur. Deməli, narsist bir kişi əgər bir xanıma qarşı rişxənd emosiyası işlədirsə, bu o anlama gəlir ki, o xanıma yuxarıdan aşağı baxır. Yəni, öz zehin xəritəsində onu artıq bir qul kimi, bir obyekt kimi, yəni bir subyekt kimi yox, istifadə olunan bir obyekt kimi kodlayır. Və əsasən də zərbələr onun şəxsiyyətinə, xarici görünüşünə və dəyərlərinə, istəklərinə, arzularına hədəflənmiş olur. Məsələn, adi bir misal deyək. Məsələn, xanım deyir ki, narsist sevgilisinə, mən sabahdan ingilis dili kursuna yazılmaq istəyirəm. Həvəsim var, mən öyrənəcəm. O saat bu şəkildə şübhə başlayır. Yəni, sən öyrənə bilərsən. Düşünürəm ki, bu çox çətindir. Yəni, bu artıq, onu göstərir ki, artıq xanım dəyərdən salındı. Onun biliklərinə və bacarıqlarına şübhə olunur. Və yaxud da deyir ki, mən sabahları rəfiqələrimdən harasa getmək istəyirəm, gəzməyə getmək istəyirəm. O saat asimetrik hüz başlayır. Allah bilər orada nə oyunlardan çıxacaqsınız. Yəni, birbaşa güvənsizliyin, inamsızlığın ifadəsidir. Və yaxud da hər hansı bir davranışa görə ironiya başlayır. Yaxşı görmə, yəni sən güldürmə məni. Və yaxud da bir, deyək ki, müəllim rolunu oynamaq, bir, deyək ki, əxlaqçı rolunu oynamaq. Əşi, necə deyilər, mən böyüyəm, mən yaxşı bilirəm. Sənə nə lazımdır və nə etmək lazımdır, sən hələ uşaqsan. Artıq bunlardan tez-tez istifadə edirsə və bu xroniki xarakteri alırsa, demək ki, nədir? Xanımlar özlərinə sual verməlidirlər. Bu münasibətlərdə mən qalmalıyam, yoxsa yox? Birbaşa toksiki münasibətdir. Və mənim təsis elədiyim The Dark NLP Akademiyası mən və komandamın iştirakı ilə, əsasən də başda mən olmaqla, narsist və psixopat kimi təhlükəli insanlar, daha doğrusu təhlükəli insanların necə başa çıxmaq olar, onları necə yönləndirmək olar, necə onları manipulyasiya eləmək olar, qaçış planının necə hazırlanması metodları, real işlək metodlarını öyrədirəm və canınız onlardan qurtarır. Diqqətinizə görə minnətdaram. Sağ olun.